Əziz tamaşaçılar, son günlər ölkədə spirtdən zəhərlənərək ölüm hallarının baş verməsi cəmiyyətdə böyük narahatlığa səbəb olub. Ötən həftə bu səbəbdən həyatını itirənlərin sayı 20-yə yaxın olub. Məlum olub ki, ölmə səbəb isə Starlux markalı gigiyenik vasitənin qəbul edilməsidir. Bu vasitənin tərkibidə insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti var. Bəs kimdir müqəssir? Aşağı keyfiyyətdə məhsul hazırlayan istehsalçılar, tüfeyli şəxslərə satışını həyata keçirən əczaçılar, yoxsa məhsulun üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunduğu halda təyinatı üzrə istifadə etməyən istehlakçılar? Qeyd edək ki, bu spirtin ən çox Sabunçu bazarında yerləşən apteklərdə satışının həyata keçirildiyinə dair iddialar yayılır. Apteklər isə bu iddianı təkzib edir. Bəs elə isə onda bu şəxslər həmin spirti hardan alıblar? Hadisədən sonra apteklər spirt satışına müxtəlif məhdudiyyətlər tətbiq edir. Kimisi ümumiyyətlə bütün spirtlərin satışına qadağa qoyub. Kimisi spirtin tək satışını həyata keçirmir. Əməkdaşımız Gülnara Babayevanın araşdırmasını izləyək. Qəzənfər Musabəyev küçəsində 22-23 fevral tarixlərində ümumilikdə 15 ölüm faktı qeydə alınıb. Ölmə səbəb bu şəxslərin aptekdən aldıqları spirti qəbul etmələri olub. Əməkdaşlarımız əvvəlcə 4 nəfər şəxsin bir yerdə tibbi spirtdən istifadə etdiyi məkanı aşkarlayıb. Paytaxtın Sabunçu rayonu ərazisindəyib. Belə ki, burada, yəni yarım tikili ərazisində bu cür tibbi spirtlərdən istifadə edilib. Ölən şəxslər də ehtimal olunur ki, bu tibbi spirtlərdən içərək dünyalarını dəyişib. Daha bir ünvan isə Qəzənfər Musabəyev küçəsi 11 ünvanıdır ki, həmin ünvanda yaşayan 41 yaşlı Svetlana İsakova tibbi spirtdən zəhərlənərək ölüb. Qonşular bildirir ki, Svetlana uzun müddət spirtli içkidən istifadə edirdi. Kız içki içən idi, içirdi. Tən günü qadın ölüb də, o qız. O başqası ilə evlənmişdi. O cavan bir oğlanla evlənib, onunla yaşıyor. Daha öncə belə tutun baxdım görüm, belə üstünə yorğan atıblar, üstü örtülü idi üstü. Amma ağzına köpük gəldi. Ondan sonra ondan qabaq içkiliyi mən görməmişəm daha. Daha bir ölüm faktı Sabunçu rayonu Qəzənfər Musabəyev küçəsi 20 ünvanda, yəni burada yerləşən fərdi yaşayış evində qeydə alınıb ki, burada 1980-ci il təvəllüdlü Aleksandr Şarop tibbi spirti içərək dünyasını dəyişdiyi ehtimal edilir. Pis insan deyildi, yaxşı. Tək yaşaydı o? Vallahi bilmirəm. Yox, bacısı da var deyəsən böyüyündə. Yəni bir evdə yaşayırlar. Qəzənfər Musabəyev küçəsi 18 ünvanında eyni səbəbdən 56 yaşlı Oleg Koleks dünyasını dəyişib. Demək olar ki, sözgedən küçədə etil spirti qablarına hər yerdə rast gəlmək mümkündür. Qəzənfər Musabəyev küçəsinin hər addım başında bax bu cür tibbi spirtlərə rast gəlmək olur. Sabunçudan sonra tibbi spirtdən zəhərlənən daha bir nəfərin Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdən meyti tapılıb. Daha sonra Bakıda eyni səbəbdən digər ölüm faktları da aşkarlanıb. Hadisələr Sabunçu, Nizami, Səbail, Xəzər rayonlarında qeydə alınıb. Beləliklə, spirtdən zəhərlənib ölənlərin sayı 20-ni keçib. Bu şəxslərin əksəriyyətinin tüfeyli həyat tərzi sürdüyü bildirilir. Aptekdən alır da içirlər də. Orada gələnlər gedəndən 50 qəpiy alır, otururlar orada. Ondan bundan 50 qəpiy, 20 qəpiy alır. Çörək pulum yoxdur, çörək pulu verir, yol pulum yoxdur adından alır. Gedir oturur, spirtsə verir, oturur orada. Bayaq da biri orada yıxılmışdı. Sabalıydı, skorpulmuş götürdü apardı. O da deyəsən içmişdi o da. Yəqin spirtçidir da, etil spirt. Bugün, yəni ki, ölüm halı qeydə alınıb-alınmadığını dəqiq bilmirik. Sadəcə olaraq bizim məlumatımız odur ki, təcili yardım gəlib apardı. Yenə eyni spirtdən yoxsa? Deyəsən, hə, spirt məsələsi. Ölümə səbəb Starlux əmtəə nişanı adı altında satılan gigiyenik vasitənin qəbul edilməsi göstərilir. Maraqlıdır, bu şəxslər həmin spirti hansı aptekdən alıblar? Bizdə o internetə çıxan spirtlərdən deyil, şüşə qabda olan spirtdən. Yoxlamadan da keçmişi, polis yoxlamasından bilmək istəyirsinizsə əgər. Zaten korona vaxtı da bu hadisə baş vermişdi, belə bir şey olmuşdu. Yadınızdasa 3-4 il bundan öncə. Yəni ki, spirtdən dünyasını dəyişən insanlar olmuşdu. Ona görə də zaten maksimum
ümumi nəzarət edirik. Həm özümüz tərəfindən, həm rəhbərlik tərəfindən. İçəri girəndə biz bilirik artıq o müştəri, yəni ki, nə üçün istifadə edəcək, nə üçün alınacaq. Konkret o siz dediyiniz tüfeyle həyat tərzi keçirən insanlara satılmır. Tüfeyle həyat sürənlər də özünüz bilirsiniz, iyidən ümumiyyətlə dayanmaq mümkün olmur. Ona görə biz onlar ümumiyyətlə bizim aptekə və yaxud da başqa apteklərdə də bilirəm ki, qarşılanmır. Yəni satış həyata keçirilmir. Satış həyata keçirilmir, xeyr. Sistem alınır, yəni nəsə alınanda istəyəndə veririk. Bildik ki, yəni bunu nəsə iynə vurulacaq falan, onda lazım olacaq, onda veririk. Bəs tək satışı mümkün deyil? Biz çalışını satmırıq. Əslində tək satışı qadağan deyil. Amma biz vermirik. Belə problemlər çünki insana baxanda bilinir ki, bunu içəcək yoxsa istifadə edəcək sadəcə hər hansı bir şeyə. İndiyə kimi bu spirtlərdən hər kəs, yəni ki, bütün o insanlar alıb içiblər və heç nə olmayıbdı. Nə oldu? Yəni iməyin o firma o növdən yəni ölüm hadisəsi baş verdi. Sözgedən spirtdən zəhərlənmə halları aşkar edildikdən sonra apteklərdən biri hətta digər markalara aid spirtlərin satışına da qadağa qoyub. Spirtin satışı həyata keçirilmir. Ümumiyyətlə ki, spirt satılmır. Satışdan yoxdur, xeyr. Satılmır. Etil tərkibli və bütün spirtlərdə icazə yoxdur satışına. Hardasa bir 3-4 gündür belədir. Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrdən və etil spirtinin satıldığı nöqtələrdən nümunələr götürülərək yoxlanılıb. Nəticədə gigiyenik vasitənin tərkibində metil spirti aşkarlanıb. Metil spirt bundan fərqli olaraq həmin eyni fermentlərin təsiri altında tamamilə başqa kimyəvi maddələrə, yəni ki, formaldegid qarışqa aldegide çevrilir və həmin aldegid xüsusən göz sinirinə, görmə qabiliyyətinə təsir göstərir və belə insanlarda ən yüngül formada körlük, daha ağır formalarda kəskin su qələvi, deməli, turşu qələvi bərabərliyin pozulması və ağır aksidoza, beyin komasına və ölümə deməli səbəb olur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sorğumuza cavab olaraq bildirir ki, kimyəvi maddə kimi məişətdə istehsalatda istifadə olunan etil spirtinin istehsalına nəzarət 2015-ci ildən etibarən dayandırılıb. Rektifikasiya olunmuş birinci növ etil spirti və onun əsasında hazırlanan gigiyenik vasitələrə gigiyenik sertifikat verilə bilər. Lakin bu məhsulların içməli olmadığı xüsusi vurğulanır. Analitik Ekspertiza Mərkəzi isə bildirir ki, yalnız lisenziyalı tibbi spirt istehsalçıları yoxlanılır. Hazırda dövlət reyestrində 2 yerli və 2 xarici şirkət qeydiyyatdadır. Baş prokurorluğun məlumatına görə Starlux markalı gigiyenik vasitə və etil spirti Buzovna qəsəbəsində Səbuhi Etibaroğlu Xan Hüseynovun rəhbərliyi altında istehsal edilib. Faktla bağlı məsul şəxs Səbuhi Xan Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qəti imkan tədbiri seçilib. Bundan əlavə apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli həyat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.